Salamlar hər birinizə. Bugün sizinlə çox maraqlı bir mövzuya, informasiyanın sirri dünyasına səyahət edəcəyik. Hər gün, hər an qarşılaşdığımız, amma bəlkə də üzərində çox da düşünmədiyimiz bir şeydir informasiya. Amma bugün biz ona fərqli bir gözlə baxacaq, onu əsl detektivlər kimi təhlil etməyi öyrənəcəyik. İnformasiyanın gizli gücünü kəşf etməyə hazırsınızsa, onda başlayaq. Gəlin görək, bugünkü yol xəritəmizdə nələr var? Əvvəlcə, qədim bir padşahın müəmmalı hekayəsi ilə başımızı biraz işlədəcəyik. Sonra informasiyanın həyatımızdakı gizli gücünü kəşf edəcəyik. Ən vacib hissədə isə bizə hər zaman kömək edəcək 5 super xassə ilə, yəni detektiv alətlərimizlə tanış olacağıq. Daha sonra biliklərimizi yoxlayıb əsl detektivə çevriləcəyik və sonda əminəm ki, hər birimiz bir informasiya eksperti olacağıq. Elə isə vaxt itirmədən yola düşək. Yaxşı, gəlin zamanda biraz geriyə gedək. Təsəvvür edin ki, qədim dövrlərdəyik. Bizi orada həm maraqlı, həm də çox düşündürücü bir hekayə gözləyir. Amma bilin ki, bu sadəcə bir nağıl deyil. Bu hekayə bizim bugünkü mövzumuzun əsl açarıdır. Deməli, qədim zamanlarda çox qüdrətli bir padşah var imiş. Bu padşah qonşu dövləti öz torpaqlarına qatmaq, imperiyasını daha da böyütmək istəyirmiş. Ordusunu yığıb, bütün hazırlıqları görüb, amma ürəyində kiçik bir şübhə var imiş. Belə böyük bir işə girişməzdən əvvəl gələcəkdən bir xəbər almaq istəyib. Odur ki, sarayın ən müdrik, ulduzların dilini bildiyi deyilən münəccimini yanına çağırtdırıb və soruşub. De görüm, bu döyüşün axırı necə olacaq? Münəccim də ulduz falına baxıb, kitabları vərəqləyib və bir müddət düşündükdən sonra padşaha baxaraq bu sirli cümləni söyləyib. Qibləyi aləm, sən böyük bir dövləti dağıdacaqsan. Bu sözlər padşahın ürəyinə yağ kimi yayılıb, qulaqlarında bir zəfər marşı kimi səslənib. Padşah bu proqnozdan elə sevinib ki, bir an belə tərəddüd etmədən ordusuna hücum əmri verib. Artıq qələbənin onun olduğuna zərrə qədər şübhəsi yox idi. Amma döyüş meydanında hadisələr heç də onun gözlədiyi kimi olmayıb. Çox ağır bir məğlubiyyətə uğrayıb, ordusu darmadağın edilib, özü isə güc-bəla canını qurtararaq sarayına qayıdıb. Təsəvvür edirsiniz də padşahın halını. Qəzəbdən gözü heç nə görmür. Dərhal əmr edir ki, o yalançı münəccimi tutub gətirsinlər. Münəccim gələn kimi padşah qışqırır. Sən mənə yalan dedin, mənə böyük bir dövləti dağıtacağımı söylədin, amma mən öz ordumu, öz dövlətimi məhv etdim. Münəccim isə heç halını pozmadan, sakitcə padşaha cavab verir. Qibləyə aləm, məgər sənin dövlətin böyük deyildimi? Bax, bütün məsələ də elə bundadır. Gəlin düşünək, münəccim yalan danışdı, texniki olaraq yox. Axı həqiqətən də böyük bir dövlət dağılmışdı. Amma onun verdiyi bu doğru informasiya padşahı fəlakətə sürüklədi. Görəsən niyə? Münəccimin verdiyi məlumatda nə çatışmırdı? İnformasiyanın hansı vacib qaydası pozulmuşdu? Bax, bu sualın cavabını biz birlikdə tapacağıq. Bu sirri hələlik yadınızda saxlayın. Yəqin fikirləşirsiniz ki, bu köhnə bir hekayədir, bizim həyatımıza nə dəxli var? Amma əslində bu hekayə informasiyanın həyatımızda nə qədər böyük, hətta həlledici bir gücə sahib olduğunu mükəmməl şəkildə göstərir. Vaxtında və düzgün formada alınan informasiya bizi uğura apara bilər. Amma natamam, qeyri-dəqiq informasiya eyni ilə padşah kimi bizi də böyük səhvlərə sürükləyə bilər. Gəlin görək, müasir dövrdə bu niyə daha da vacibdir? Bu cümlə əslində hər şeyi izah edir. Biz hər gün, hər dəqiqə informasiya alırıq və ötürürük. Dərsdə müəllimə qulaq asanda, dostumuzla mesajlaşanda, internetdə nəsə axtaranda, hətta bir filmə baxanda belə. Bütün bunların hamısı informasiya mübadiləsidir. Bütün bəşəriyyətin inkişafı, dövlətlərin idarə olunması, elmi kəşflər, hər şey, amma hər şey məhz bu mübadilənin üzərində qurulub. Ona görə də bizə gəlib çatan hər məlumatı düzgün qiymətləndirməyi bacarmaq bugünün ən vacib bacarıqlarından biridir. Və budur, qarşınızda bizim gizli silahlarımız, yəni 5 əsas detektiv alətimiz. Hər hansı bir məlumatı yoxlamaq üçün biz bu 5 super xassədən istifadə edəcəyik. Tamlıq, etibarlılıq, aktuallıq, obyektivlik və anlaşılıqlıq. Bu 5 sözü yaxşıca yadda saxlayın, çünki onlar bundan sonra informasiya dünyasında bizim kompasımız olacaq. İndi isə keçirik ən maraqlı hissəyə. Gəlin bu 5 detektiv alətini bir-bir əlimizə alaq və hər birinin nə işə yaradığını dərindən öyrənək. Bu biliklər sizə təkcə informatika dərsində yox, bütün həyatınız boyunca lazım olacaq. Buna əmin olun.
İlk alətimiz tamlıq. Gəlin belə təsəvvür edək. Bir puzzle yığırsınız, amma qutudan bir neçə hissə əskik çıxıb. Nəticədə şəklin tam mənzərəsini heç vaxt görə bilməyəcəksiniz, elə deyilmi? İnformasiya da bax belədir. Əgər bir qərar vermək üçün lazım olan vacib detallar bizə verilməyibsə, deməli o informasiya natamamdır. Natamam informasiya isə bizi çox asanlıqla çaşdıra və yanlış yola apara bilər. Baxın, bu nümunə ilə hər şey daha aydın olacaq. Dostunuz sizə yazır, görüş sabah olacaq. Bu cümlə ilə nə edə bilərsiniz? Heç nə. Harada olacaq, saat neçədə, kiminlə? Bu sualların cavabı yoxdur. Bu natamam informasiya ilə görüşə getmək mümkün deyil. Amma ikinci cümləyə baxın. İnformatika kabinetindəki görüş sabah saat 15-də olacaq. Aha, indi hər şey aydındır. Həm yeri bilirik, həm də dəqiq vaxtı. Bax bu, hərəkət etməyimizə imkan verən tam informasiyadır. İkinci və bəlkə də ən vacib alətimiz. Etibarlılıq. Bu, əslində çox sadə bir qaydadır. İnformasiya doğru olmalıdır. Yəni, həqiqətə uyğun gəlməlidir. Yalanlar, şayiələr, təsdiqlənməmiş məlumatlar etibarlı deyil. Bir informasiyanın etibarlı olduğunu bilmək üçün həmişə özümüzə bu sualı verməliyik. Bu məlumat hardan gəlir? Mənbəyi nədir? Bu sübut olunmuş bir faktdır, yoxsa sadəcə kiminsə sözü? Məsələn, gəlin bu iki cümləni müqayisə edək. Birincisi, daldan atılan daş topuğa dəyər. Bu, hamımızın bildiyi bir atalar sözüdür, bir məsəldir. Amma bu, həmişə 100% doğru olurmu? Yəni, arxadan atılan hər daş mütləq topuğa dəyir? Əlbəttə ki, yox. Bu, mütləq bir həqiqət deyil. Ona görə etibarlı sayılmır. İndi ikinci cümləyə baxaq. Kvadratın bütün tərəfləri bərabərdir. Bu, riyazi bir faktdır. İstər Azərbaycanda olsun, istərsə də Antarktidada bu qayda heç vaxt dəyişmir. Bu, 100% etibarlı informasiya. Üçüncü detektiv alətimiz aktuallıq. İnformasiyanı bir qida məhsulu kimi düşünün. Məsələn, süd. Təzə olanda faydalıdır, amma vaxtı keçəndə, yəni köhnələndə artıq işimizə yaramır. İnformasiya da belədir. Aktual informasiya o deməkdir ki, o məlumat məhz indi bizim üçün dəyərli və faydalıdır. Məsələn, 5 il əvvəl doğru olan bir hava proqnozu bugün bizim heç bir işimizə yaramaz, elə deyilmi? Bax, bu cümlə aktuallığı anlamaq üçün əla nümunədir. 2010-cu ilin 11 iyulunda günəş tutulması müşahidə olunub. Bu məlumat etibarlıdırmı? Bəli, tamamilə doğrudur. O tarixdə belə bir hadisə olub. Amma tutaq ki, siz bugün günəş tutulmasını seyr etmək istəyirsiniz. Bu məlumat sizin üçün aktualdırmı? Təbii ki, yox. Çünki bu hadisə çoxdan keçmişdə qalıb. Deməli, informasiya doğru olsa belə, aktual deyilsə, bizim üçün faydasız ola bilər. Dördüncü alətimizə keçirik, obyektivlik. Bu, faktla şəxsi fikri bir-birindən ayırt etmək bacarığıdır. Obyektiv informasiya hamı tərəfindən yoxlanıla bilən, dəqiq olan, kiminsə şəxsi duyğularından, zövqündən asılı olmayan məlumatdır. Məsələn, bu film çox maraqlıdır demək subyektivdir. Çünki bəlkə başqası üçün maraqsızdır. Amma bu film 2 saat davam edir, demək obyektivdir. Çünki bunu xronometrlə yoxlamaq olar. Nümunələrə baxaq. Sol tərəfdəki cümlə necə başlayır? Məncə. Bax, bu söz artıq bizə bir siqnaldır. Bu o deməkdir ki, deyilən şey bir fakt yox, kiminsə şəxsi fikri, arzusudur. Bəlkə də qalib olacaqlar, bəlkə də uduzacaqlar. Bu subyektivdir. Amma sağ tərəfdəki cümləyə baxın. İkilik say sistemində 2 rəqəm var. Bəli, bunlar 0 və 1-dir. Bu kiminsə fikri deyil, bu informatikanın dəyişməz bir qaydasıdır. 100% obyektivdir. Və nəhayət sonuncu 5-ci alətimiz anlaşılıqlıq. Təsəvvür edin, kimsə sizə dünyanın ən vacib sirrini deyir, amma bunu sizin heç bilmədiyiniz bir dildə edir. O məlumat sizin üçün faydalı olarmı? Əlbəttə olmaz. İnformasiya nə qədər doğru, tam, aktual və obyektiv olursa olsun, əgər biz onu başa düşmürüksə, bizim üçün heç bir mənası yoxdur. İnformasiya onu qəbul edən insana aydın olmalı. Məsələn, bu cümlə ekrandadır. Əgər siz ingilis dilini bilirsinizsə, bu cümlə sizin üçün tam aydındır. Algoritmin nə olduğunu izah edir. Amma ingilis dilini bilməyən bir insan üçün bu sadəcə qarışıq hərflər toplusudur. Yəni, həmin insan üçün bu doğru məlumatın anlaşılıqlıq xassəsi ödənilmir. Deməli, informasiyanın faydalı olması üçün o, bizim başa düşdüyümüz dildə və formada olmalıdır. Əla! Artıq 5 süper alətimizin 5-i də əlimizin altındadır. İndi isə əsl detektiv işinə başlamağın vaxtı gəldi. Nəzəriyyəni bir kənara qoyub, gəlin real nümunələr üzərində məşq edək. Görək bu alətlərdən necə istifadə edə bilirik? Hazırsınızmı? Onda başlayaq. Yaxşı, ilk işimiz budur. Tural deyir, mənim dostum sinifimizin ən yaxşı şagirdidir. Gəlin bu cümləni 5 filtrdən keçirək. Birinci, anlaşıqlı budur. Bəli, cümlə aydındır.
Bəs obyektivdir? Ən yaxşı şagird demək faktdır, yaxsa fikir? Əlbəttə ki, fikirdir. Bu Turalın şəxsi düşüncəsidir. Ola bilsin ki, başqası üçün ən yaxşı şagird başqasıdır. Deməli, obyektivlik xassəsi ödənmir. Bəs etibarlılıq? Bu bir fikir olduğu üçün onun doğruluğunu yoxlamaq da çətindir. Tamlıq necə? Məlumat tam deyil. Dostu hansı cəhətdən ən yaxşıdır? Riyaziyyatdan, idman yarışlarından? Bu detallar yoxdur. Gördüyünüz kimi çox sadə bir cümlə, amma xassələrin çoxu ödənmir. Cədvəldə birinci nümunənin təhlilini görürük. Bəli, bu məlumat tam, etibarlı, obyektiv və anlaşıqlıdır, amma bir problemi var. Aktual deyil. Ona görə də yanında mənfi işarəsi var. İndi gəlin ikinci cümləyə baxaq. İnşil Novruz bayramında hava soyuq idi. Gəlin bunu yoxlayaq. Soyuq sözü subyektivdir. Çünki kiməsə görə sərin, kiməsə görə isə çox soyuq ola bilər. Deməli, obyektiv deyil. Həmçinin ötən ilin havası bugün üçün aktual deyil. Etibarlılığı da sual altındadır. Bəlkə heç soyuq olmayıb, deməli, bu informasiyaya da tam güvənmək olmaz. Davam edirik. Növbəti 2 tapşırıq. Birincisi, Azərbaycanda planşet kompüterlərin sayı notebook kompüterlərdən çoxdur. Bu yoxlanıla bilən bir iddiadır. Deməli, obyektiv ola bilər. Amma etibarlıdır. Bunu bilmək üçün biz rəsmi mənbələrə, məsələn, Dövlət Statistika Komitəsinin hesabatlarına baxmalıyıq. İnternetdə hər yazılana inanmaq olmaz. Aktuallıq da vacibdir. Bəlkə bu məlumat keçən ilə aiddir. İkinci cümlə. Azərbaycan məktəbliləri beynəlxalq informatika olimpiyadalarında 1994-cü ildən iştirak edir. Bu da yoxlanıla bilən bir faktdır. Elm və Təhsil Nazirliyinin saytına girib bu məlumatın doğruluğunu, yəni etibarlılığını təsdiqləyə bilərik. Əgər təsdiqləsək, deməli bu informasiya həm etibarlı, həm obyektiv, həm də anlaşıqlı olacaq. Möhtəşəm. Artıq biz informasiyanı bir mütəxəssis kimi analiz etməyi bacarırıq. Alət dəstimizdən necə istifadə edəcəyimizi öyrəndik. İndi isə lap əvvələ bizim müəmmalı hekayəmizə qayıtmağın tam vaxtıdır. Gəlin o sirrin üstünü açaq və padşahın səhvini birlikdə anlayaq. Yadınızdadır da, padşah hiləgər münəccim və fəlakətlə nəticələnən döyüş. Münəccimin proqnozu, sən böyük bir dövləti dağıdacaqsan. İndi detektiv alətlərimizi işə salaq və bu cümləni yenidən analiz edək. İndi bizim üçün bu sirri açmaq uşaq oyuncağıdır. Və budur cavab. Əsas problem informasiyanın tam olmamasındaydı. Münəccimin dediyi cümlə əslində yalan deyildi, etibarlıydı. Çünki həqiqətən də böyük bir dövlət, yəni padşahın öz dövləti dağılmışdı. Amma informasiya natamam idi. Münəccim ən vacib detalı, hansı dövlətin dağıdılacağını deməmişdi. Məhz bu natamamlıq, bu kiçik amma həlledici detalın əsik olması padşahı yanlış qərara sövq etdi və onun fəlakətinə səbəb oldu. Görürsünüz, bircə detalın olmaması nə qədər böyük fərq yaradır. Bugün öyrəndiklərimiz təkcə bir dərs deyil, bu həyat üçün bir vərdişdir. Gəlin bir anlıq düşünək. Televiziyadakı xəbər proqramları adətən aktual olur, amma həmişə obyektiv olurmu? Bəs dərsliklər? Dərslikdəki məlumatlar çox etibarlıdır, çünki uzun yoxlamalardan keçir. Amma bəlkə də içindəki bəzi məlumatlar artıq köhnəlib, yəni aktual deyil. Bəs sinif yoldaşınızdan eşitdiyiniz bir xəbər, o nə qədər etibarlıdır? Və ən əsası, internetdə, sosial şəbəkələrdə gördüyümüz hər məlumata dərhal inanmalıyıqmı? Artıq bu sualların cavabını özünüz tapa bilərsiniz. Artıq hər birinizin əlində 5 güclü detektiv aləti var. Bu gündən sonra qarşınıza çıxan hər məlumata biraz şübhə ilə yanaşın, onu analiz edin, tamlıq, etibarlılıq, aktuallıq, obyektivlik və anlaşılıqlıq filtrlərindən keçirin. Sizə son bir sualım var. Bugün bu alətlərlə ilk olaraq hansı informasiyanı yoxlayacaqsınız? Bu, sizin ilk detektiv tapşırığınız olsun. Unutmayın, güclü insan çox bilən yox, bildiyinin keyfiyyətini ölçə bilən insandır. Diqqətiniz üçün çox sağ olun.